Temudan 3 manat aldığım qulaqcıq bir istifadəlik çıxdı. Mən də düzəltmək qərarına gəldim. Qopmuş armaturları incə işçiliklə lehimləməyə uyğun hala gətirdim. Video çəkəcəm deyib, özümdən 30 sm məsafədə naqillə işlədiyimdən nəticəni bəyənmədim. Görüntünü lupa üzərindən torlu qişama göndərib düzənləmələr etdim. Burada köhnə lehimlərin təkrar öz gücünə qayıtması üçün platanın üzərinə müəyyən qədər fluks pasta əlavə edirəm. Öz hesabına illər sürəcək prosesin sürətlənməsi üçün isti dəmirlə yaxşıca ovxalayıram. İş mühitinin təmiz olması üçün artıq pastaları layiq olmadıqları yerə göndərirəm. Burada isə naqili plataya lehimləmək üçün bütün bacarığımı ortaya qoyuram. Plata üzərində gərəksiz elektron səfərlərinin qarşısını almaq üçün güc düyməsinə bir müddət basılı saxlayıram və son təmizlik işlərini edirəm. Kabellərin təkrar qopmaması üçün görüntüyə almağı unutduğum silikonla tutturma prosesini sizlərə göstərə bilməyəcəm.